Assalamu aleykum cəmiyyən və rəhmətullah və bərəkatuhu. Özümü və siz, əziz, dəyərli möminləri, inanclı bacı, qardaşlarımı, əzizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah təbarək və Teala ibadətlərimizi ali dərəcədə qəbul eləsin, aqibətimizi xeyirli qərar versin. Allah Teala müsəlman ümmətinə izzət və nüsrət versin. Uca Rəbbim din düşmənlərini, İslam düşmənlərini xar və zəlil eləsin inşallah. İnsanlar üç hissəyə bölünür. Ya məsuliyyət qəbul edir, ya məsuliyyətdən qaçır, ya da bu cür nə məsuliyyəti qəbul eləmir, nə də məsuliyyətdən qaçmır. Yəni belə nə cür deyim? Bir xiyal deyirlər. Yəni onun üçün fərq eləmir. Məsuliyyət bilirsiniz də nədir? Məsuliyyət mən üzərimə götürdüyüm öhdəlikdir. Ona deyirlər məsuliyyət. Bir var məsul, bir var sail, bir var mövzu. Sail sual eləyəndir. Məsul sual olunandır, məsuliyyət daşıyan. Mövzu da o üzərinə götürdüyü öhdəlikdir. Məhşər günü biz məsuluq. Allah Teala mələklərin vasitəsilə sual eləyər. Mövzu da üzərimizə götürdüyümüz öhdəlik və Allahın qayda qanunları ki, Quran-ı Kərimdə bizə tətbiq edir. Bunu elə, bunu eləmə. Bunu ye, bunu yemə. Bunu iç, bunu içmə. Və yaxud bu cür ol, o cür ol. Bizə dəstur verir Quran-ı Kərim və boynumuza məsuliyyət qoyur. Fiqhdə var, deyir ki, oğlan uşaqları həddi buluq yaşı var, bir də qız uşaqlarının həddi buluq yaşı var. O yaşa yetişdiyi gün, yetişdiyi saat boynuna məsuliyyət gəlir. İnsan həddi buluğa çatanla dünyasını dəyişənə qədər boynunda məsuliyyət var. Bəndəlik məsuliyyəti var. Qonşuluq məsuliyyəti var, qohumluq məsuliyyəti var, ailə məsuliyyəti var, ictimaiyyət məsuliyyəti var. İnsanın boynunda çox məsuliyyətlər var. Allah da Quran-ı Kərimdə buyurur ki, deyir, məhşər günü deyərək dayandırın bunları. Bunlardan sual olunacaq. Bunlar məsuldurlar. Amma bu ayə mütləqdir. Hər nədən. Quran-ı Kərimdə ayələr, məsuliyyət haqqında qeyd olunan ayələr iki hissədir. Bir hissə ümumidir, bir hissə ayələr biraz xüsusidir. Deyir, məsələn, qiyamətdə insan məsuliyyət daşıyacaq. Quran-ı Kərimin ayələrindən indi oxuyuram. Deyir, göz, qulaq, dil. Quranda deyir ki, bunlar cüz'idir. Deyir, bunlar məsuliyyət daşıyır. Və məhşər günü bunlardan sual olunar. Və yaxud qohumluq əlaqəsindən sual olunar. Və yaxud bəndəlikdən sual olunar. Sən nə cür bəndə oldun? Və yaxud ətrafındakı insanlarla nə cür davrandın? Bunlar hamısı sualdır. Allah rəhmət eləsin, mərhum İmam Xomeyni Rizvanullah Teala aleyh bu dünyasını dəyişəndən sonra bunu Ayətullah Şübeyr-i Zəncani nəql eləyir bu söhbəti. Deyir ki, mən
mərhum imamın çox yaxın, yəni tanıdığım, düz danışan bir şəxsdən eşitdim. Deyir, imam dünyasını dəyişəndən sonra deyir, bir dəfə imamı yuxuda gördüm. İmamdan sual elədim. Dedim ki, vəziyyətin nə cürdür? İndi ki, sən bərzəx aləmlə köçübsən, vəziyyətin nə cürdür? Deyir, imam dedi ki, burada hətta əl eləməyimdən belə sual olundu. Təsəvvür edirsiniz? O ki, bu cür cəmiyyət çox olanda rəhbər çıxır, bu cür əl eləyir, salam verir. Deyir ki, əl eləməyimdən sual olundu. Sual olundu ki, bu əli hansı məqsədə qaldırdın? İçində nəfs var idi, yoxsa yox idi? Allaha görə idi, yoxsa insanlara görə idi? Deyir, sonra sual elədim, dedim, yaxşı, bəs nə cür oldu vəziyyətin sualdan sonra? Deyir, İmam qayıtdı, dedi ki, Əhl-i Beytin inayətinlə, Əhl-i Beytə etdiyim təvəssüllə Allah məni yuxarı qaldırdı. Bu bir məsələdir, salam vermək bir məsələdir. Amma salamdan sual olur. O ki qaldı hələ qulaq, göz, nə bilim, əl, əyaq, danışıq. İnsan bəzi vaxt həqiqi mənada çəkisi, düzəni olmayan söhbətlər eləyir. Elə düşünür ki, qapı açıqdır, bu hər şey danışa bilər. Dil bunundur, hər şey danışa bilər. Göz bunundur, hər yerə baxa bilər. Qulaq bunundur, hər bir şey qulaq asa bilər. Allah Quranda belə demir axı. Ayədə buyurur ki, İnnəs-səm'a vəl-bəsar vəl-fuad kullun ulaikə kənə anhu məsulə. Buyurur ki, qulaq, göz, ürək, qəlb, bunlar hamısı Allah qatında nədir? Məsuliyyət daşıyır. Məhşərdə hər birindən sual olunur. Ona görə də Allah Teala bunları qeyd eləyəndə deyir ki, ehtiyatlı olun, məhşər günü sizdən sual var. Sualların qarşısında gərək özünüzə cavab hazırlayasınız. Cavab kəskin oldusa, cavab dəqiq oldusa, cavab məntiqli oldusa, cavab Quran qanunlarına uyğun oldusa, xalas. Yox, aman o gündən ki, bu qayda qanunların əksində dayanan. Ki, bizim nədir? O gün hesab kitabımız günü böyük məsuliyyət boynumuzdadır. Allaha pənah aparıram. Allahdan istəyirəm öz Allahlığının hörmətinə. Uca Rəbbim inşallah bu məsuliyyətlərin altından layiqli şəkildə çıxmaqda Allah bizə bol-bol tövfiqat nəsib eləsin. Məsuliyyət ağır məsələdir. Nə qədər ki, boynuna məsuliyyət gəlməyib, sən rahatsan. Boyuna məsuliyyət gələndən sonra insan artıq cavabdeh olur. Hər bir şeylədir. Mən nə qədər bir işdə deyiləm, öz əlim, öz əlim. Heç kəsin məndə işi yoxdur. Əgər getdim bir işə, yazıldımsa, bunun qarşılığında mənə bir hüquq verirlərsə, artıq mən boynuma məsuliyyət getdim. Harada işləyirəm, saat təyin olunur. Filan saatdan, filan saata sən işdə olmalısan. İşdə olduğun zaman bu işləri görməlisən, bu işin qarşılığında sənə məsələn bu qədər pul verilir. Bu mənim boynumun məsuliyyətidir. İnsan bəzən məsuliyyətinə əməl eləmir. Maaşı alır, amma o şərtlərə əməl eləmir. O aldığı maaşın hökmü nədir? İnsan vəzifəsinə əməl eləmir də. Burada sual var. Düzdür, aldığım pul işimin qarşılığındadır. Amma hansı işimin mənə şərt qoyulan vəzifələri yerinə yetirmişəm, yox. Biz əgər Allah qatında bəndəçilik məsuliyyətini boynumuza götürmüşüksə, çox böyük bir yük boynumuza götürmüşük. Bu yükün altından gərək bir cür çıxaq. Hər şey Allah kərimdir, Allah qəfurdur, Allah rəhimdir, Allah bağışlayandır. Yox, bəli.
Allah bağışlayacaq, Əhl-i Beyt vasitəsidir. Amma bu demək deyil ki, insanın boynundan bütün məsuliyyətləri Allah götürür. Yox, sual var. Niyə getdin? Niyə danışmadın? Niyə otdun? Niyə baxdın? Niyə oynadın? Sual. Nəyin əsasında? Niyə? Bu niyə bitmir? Bu niyələrin cavabı çətindir. Həqiqi mənada çətindir. Bəzən bunu danışanda, eşidəndə insan bu bir həqiqətdir. İnsan narahat olur, düşünür, daşınır, deyir, mən nə qədər niyələrim var? Allah, mən bu qədər niyələrə nə cavab verəcəm? Sən ki, bu qədər niyələrdən məhşərdə sual eləyəsən, bu ayədə deyir, vaqifuhum, onları dayandırın, innəhum məsulun, bunlar məsuliyyət götürüblər boyunlarına. Gərək o məsuliyyətlərin qarşısında nədir? Cavab versinlər. Görürsən, deyir, Peyğəmbərimiz ictimaiyyətdə idi. Bəzən bir məsələ həll eləyirdi. Bəzən şikayət olurdu Peyğəmbərə. Bəzən problemlər var idi. Bir masaya oturmalıydılar. Orada danışmalıydılar. Bəzi söhbətlər olmalı idi. Deyir, əziz Peyğəmbərimiz hər dəfə bu tip iclaslarda əyləşib qalxandan sonra deyir, Peyğəmbər 25 dəfə İmam Sadiq əleyhissalam buyurur, deyir, Peyğəmbər 25 dəfə istiğfar eləyərdi. Nəyə istiğfar eləyirdi? Hələ bu Peyğəmbərimizin boynun vəzifəsi idi. Onlardan danışmalı idi. İndi orada danışıqda bir söhbətlər olurmuş da, yəqin məsələn filan kəs bu şir belə görməməli idi, belə elədi. İndi Peyğəmbər də bunu eşidir, daxı qulaq məsuliyyət daşıyır. İmam Sadiq əleyhissalam buyurur, deyir, Ənə Rasulullah kana la yaqumu min məclis və in xaffə hatta yəstəğfirullah əzzə və cəl 25 mərrə. Deyir, Peyğəmbər belə bir iclaslardan qalxanda 25 dəfə istiğfar eləyirdi. Deyir ki, əstəğfirullah Rəbbi və ətubu iləyh. Biz nə bu cür? Biz 1000 dənə söhbətə qulaq asırıq, 1000 dənə qeybət, 1000 dənə töhmət, 1000 dənə boş-boş şey. Heç birində bir dənə istiğfarımız yoxdur. Əziz Peyğəmbər hələ haqq ola, boynunun vəzifəsi ola, o işlərdə məcbur idi, oturmalı idi, qulaq asmalı idi, qulağına görə istiğfar edirdi. Əlbəttə, bu Peyğəmbər idi, istiğfar eləyirdi, isməti var idi. Amma bizim məsuliyyətimiz çox ağırdır. İnsan, qeyd elədim ayədə, qulaqdır, gözdür, qəlbdir, bunlar məsuliyyət daşıyır. Və digər ayədə Allah buyurur ki, İnnəl ahdə kənə məs'ulə. Və insan verdiği əhdin qarşısında da məsuliyyət daşıyır. Əhd eləyibsən, söz veribsən, məsuliyyət daşıyırsan. Nə qədər söz verməyibsən, heç bir məsuliyyətin yoxdur. Söz verdin, boynuna məsuliyyət gəlir. Gəlir, əhdinə vəfa eləyəsən. Əhd minəl vəfa. Əhdinə vəfalı ol. Nə əhdinə vəfalı? Adam deyir ki, günorta sizdəyəm, 100% getdi. Ondan gün orta gəlir, gəlmədi. Sabah aldığım borc mütləq sabah saat 12-də sana çatacaq. 1000 dənə 12 getdi. Heç borcdan xəbər yoxdur. Artıq borc yəsindən döyüşməyə qədər qalxır. Borc verən şəxs məcbur ol ki, bunu təhqir eləyə, qışqır bağır sala, bunun abrını tökə, ta bu aldığı pulu gətirə verə. Niyə bu cür olmalıdır? Əhdinə vəfalı ol. Baxın, cəmiyyətdə Allah qoyan qanunların hamısı düzgün icra olsa, cəmiyyət gül çiçək olar. Gül çiçəyə çevirilər. İnsan əhdinə vəfa eləmir. Xoşa gəlməyən söz eşidir. Allah Quranda digər ayədə buyurur: "Və izəl məvudatu suilat bi ayyi zənbin qutilət." Qədimdə qız uşaqlarını diri-diri yerə bastırırdılar. Öldürürdülər, bastırırdılar. Allah Quran-ı Kərimdə buyurur ki, onlardan sual olunar.
Bi'əyyi zənbin qutilət. Bu, uşaqların günahı, öldürülən uşaqların günahı nə idi? İndi onların simasında dünya məsuliyyət daşıyır. Bu qədər ölümlərin qarşısında məsuliyyət daşıyır. Bəni İsrail tayfasından olan xəbislərin bir sırası peyğəmbərləri öldürdülər. Və onlar bu gün də xəbisliklərinə davam edirlər. Qəzzədə uşaq qoymadılar. Nəsil terroru gedir. Nəsil kəsmə müsabiqəsinə başlayırlar. Və əyyi zənbin qutilət. Məsuliyyət var. Məhşər günü onlardan sual yoxdurmu? Nəyin əsasında siz bu qədər uşaq öldürdünüz? Bu sivil cəmaatın günahı nə idi? Niyə bunların başına bombalar yağdırdınız? Niyə bunlar yatarkən bunları yerlərinin içində məhv elədiniz? Nə qədər minlərdən uşaq qətl oldu. Niyə? Məsuliyyət yoxdur. Elə hər kəsin qüvvəsi çoxdur, gərək insan öldürə. Hesab kitab yoxdur. Ən qüvvəli, ən qüdrətli Allahdır. Hər kəs Allaha təvəkkül etsə, və huvə həsbu, ona bəsdir. Bütün qüvvələr bir gün Allahın qüdrətinin nişanəsinin qarşısında lal olacaq. Hələ indi bəşər, Allah Teala ixtiyar qoyub bəşərə, bəşərin əlində ixtiyar var. 1000 dənə oyundan çıxır, 1000 dənə cinayət törədir. Elə düşünür ki, məsuliyyət daşımır. Amma xeyr, məsuliyyət daşıyır. Məsuliyyət çoxdur. Biz, əfsus olsun ki, əlbəttə mən özümü deyirəm, nə Allah qatında dözəməli məsuliyyətimizə əməl eləmirik, nə cəmiyyətdə, nə qohum qonşuda, nə ailədə. Həqiqi mənada məsuliyyət çətin məsələdir. Gərək, bir, məsuliyyətimizi tanımalıyıq. Mənim məsuliyyətim nədir? Boynuma düşən vəzifə nədir? Və məsuliyyəti, məsuliyyəti qəbul eləməliyik. 3, onu yerinə yetirməliyik. Bu bizim boynumuzun elə bir öhdəliyidir. Məsuliyyətimi bilməliyəm. Biləndən sonra tək bilmək kifayət eləmir ki, qəbul eləməliyəm. Sonra da onu yerinə yetirməliyəm. Biz bəzi vaxt məsuliyyətimizi bilmirik. Və yaxud bilirik, onu qəbul eləmirik. Qəbul eləmirsənsə də deməli yerinə də yetirmirsən. Allahın verəm izzət və cəlalına, uca Rəbbim inşallah bu məsuliyyətlərin altından çıxmaqda bizə tövfiqat nəsib eləsin. Öz dediyimizə özümüz əməl eləməkdə uca Rəbbim bizlərə tövfiqat nəsib eləsin. Allahın verəm öz böyüklüyünə, əzəmətinə, rəhmətinə, kərəminə, izzətinə, Allahlığına xatir. Nə qədər ömrümüz var, bizi haqdan, həqiqətdən uzaqlara salmasın. İmam Mehdimizin zuhrunu təcil eləsin, Muhammed və al Muhammedə salavat yadın. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd.